Qiymətləri və komissiyanızı necə təyin etmək olar? Bu videoda qazancınızı necə artıracağınızı izah edəcəyik. Xalis və ümumi qiymətlərin nə olduğunu və sizin üçün ən münasib qiymət formatının necə qurulacağını müəyyən edəcəyik. Bundan əlavə, biz sizə veb saytın valyutasını necə tez dəyişdirməyi göstərəcəyik. Gəlin, veb saytda müəyyən səyahət məhsulları üçün hansı komissiyaların təyin olunduğunu və onların necə dəyişdirildiyini öyrənək. Şəxsi kabinetinizin parametrlərinə daxil olun və komissiya və əlavə qoyulan qiymət bölməsini seçin. Səyahət paketləri üçün standart komissiya 8%-dir. Aviabiletlərə görə isə komissiya yoxdur. Bu o deməkdir ki, siz üzərinə ya faiz ya da sabit pul məbləği əlavə edə bilərsiniz. Otellər, transferlər və avtomobil icarəsi üçün komissiya 10% təşkil edir. Komissiya və ya qiymət artırmalarını öz istəyinizə uyğun olaraq artırıb azalda bilərsiniz. Komissiyanı necə dəyişdirmək olar? Birinci seçim, hər bir səyahət məhsulu üzrə komissiyanı ayrıca tənzimləməkdir. Bu seçim bütün səyahət məhsulları üçün mümkündür, ekskursiyalar istisna olmaqla. İstəsəniz, həmçinin müştəri rezervasiyanın ödənişini həyata keçirdiyi hallarda məcburi ilkin ödənişi də aktivləşdirə bilərsiniz. Bununla da təyin etdiyiniz komissiya hər növ səyahət xidmətinə şamil olunacaq. Bu xüsusilə Unit Travel müştəri veb saytınızda sifarişlər yaradarkən aktualdır. İkinci seçim, rezervasiya prosesi zamanı hər bir fərdi sifariş üçün komissiyanı dəyişməkdir. Qeyd edin ki, indi rezerv et düyməsini basdıqdan sonra həmin sifariş üçün qiymət artırmasını dəyişmək mümkün olmayacaq. Unit Travel xidmətində bütün səyahət xidmətlərinin qiymətləri standart olaraq avro ilə göstərilir, lakin qlobus işarəsinə klikləməklə mövcud siyahıdan digər valyutanı seçə bilərsiniz. Qeyd etmək lazımdır ki, qiymətlər eyni anda iki formatda göstərilir, net və brüt olaraq. Net dəyər, agentin komissiyası çıxılmaqla ödənilməli olan məbləğdir, yəni sizin komissiyanızsız qiymət. Brüt dəyər isə agentin komissiyası da daxil olmaqla səyahət xidmətinin ümumi qiymətidir, yəni sizin komissiyanız artıq qiymətə daxil edilmiş olur. Agent kabinetinin parametrlərində siz istədiyiniz qiymət göstərilmə formatını seçə bilərsiniz. Yalnız brüt qiymətlər, yalnız net qiymətlər və ya hər iki formatı eyni vaxtda. Siz agent kabinetində hansı formatı seçməyinizdən asılı olmayaraq, müştəri saytınızda qiymətlər həmişə komissiyanız daxil olmaqla brüt formatda göstərilir. Video bitdi, amma bizim 24/7 dəstək komandamız heç vaxt dayanmaz. Hər hansı sualınız olarsa, bizimlə birbaşa əlaqə saxlamaqdan çəkinməyin.